Uşaqlar, bugün mənim üçün o qədər çox gözəl bir gündür ki, mənim üçün çox vacib bir gün idi. Bir çox uşaq imtahan gününə, imtahan verəndə o gün imtahan günündən bir gün əvvəl stresə düşər, mən imtahanı verə bilməyəcəm qorxusuna düşər, amma mən də o hissləri yaşadım. Amma özümə güvəncim artdı, daha çox artdı. Ailəmin mənə dəstəkləməsi nədir? Mənim güvəncim, özümə güvəncimi də artırdı. İmtahan günü bu gün idi. Saat 9-da imtahanımızı verdik. Yəni məktəbdə, peşə məktəbində oxuyurdum, dizaynerdə. Peşə məktəbində imtahanı verdim. Birinci, iki imtahanı da rahat verdim. Sertifikayı da aldım. Yəni o qədər sevindim ki, yəni ağlamaq istəyirəm. Amma sevincdən bu dəqiqə o qədər quzuram ki, yəni belə sakit durduğuma da baxmayın. Onsuz da məktəb formasında həm daha doğrusu qurtka şal var, nə bilim. Evə indi gəlmişəm onsuz. Deyə sumka da burada. Sumkanın içində birazdan göstərəcəm nələr var. Yəni nə deyəcəyimi bilmirəm də artıq. Yəni bu mənim üçün o qədər vacib bir gün idi ki, o qədər sevinirəm ki, yəni vallahi deyəcək söz tapamıram ya, Allah haqqı deyirəm. Gəl başqa mən sizə bir şey göstərdim. Harada göstərdim sumkanın içini. Gəl mən sizə bu sumkanın içində nə daşıdığımı göstərdim. Daha doğrusu mənim belimi də qırır bu yetimcaz. Bir dəqiqə. Və işte o mənim belimdə nə daşıdığım sumkanın içində imtahanı verməyə gedəndə daşıdığım həmən o kompüter işi. Və işte belimdə bir notebook, bir klaviatura, bir oyuncu qulaqlığı, bir mousepad, bir mouse. Nədir, imtahana mı gedirəm yoxsa belə adı səndə internet kafeyə mi gedirəm? 54 internet kafe dediyim. Yəni hardasa belə bir çıxmasa kontaktomun 1/3-ünü elə bir ki belimdə daşıyıram deyəsən. Dur, kompüterdə sumkanın içində bir iki şey daha çıxartmamışam. Onlar da var. Yəni onları da saysaq, adapter da saysaq, onsuz adapter zaten məcbur lazımdır. Yuxarıda da onsuz televizor, bir notebookum daha var. Telefon 4 dənədir. Hardasa belə həqiqi kontaktomun 3/2-si oldu bu. 3/3-ünü tamamlasam artıq artıq deyəcəm də. Bu da bizim meymuş. Hamuş. Oh yeah bro. Oh yeah. Yeah boy. Good job boy. Bu da bizim pamuk işte.